Dubayda hərrac keçirilib. Mən elə bilirdim, elə o maşın nömrələri var, hani 300, 200, nə bilim 700 maşın seriyaları deyirlər də, telefonlarda 211, 211, 11, 11. Baha belə daha yüksək qiymət alanlar düşünürdüm. Bizdədir elə müsəlman, elə hər yerdə müsəlmandır. Dubayda keçilən hərracda 7 rəqəm rekordlar qıraraq heyrətamiz qiymətə satılıb. Ən nəcib nömrələr xeyriyyə hərracında ardıcıl 7 rəqəmdən ibarət xüsusi nömrə ən diqqət çəkən əşya olub. 26.200 ABŞ dollarına başlanğıc təklif ilə bu rəqəm təqdim olunub. Və bir neçə saniyədən sonra telefon nömrəsini almaq üçün şok təkliflər irəli sürülüb. Ardıcıl 7 rəqəmindən ibarət və qiyməti sürətlə artan 058 7 7 7 7 7 7 mobil telefon nömrəsi yekunda demək olar ki 1 milyona yaxın dollara 872 min dollara satılıb. Demək olar ki bir telefon, mobil telefon nömrəsi bircə dənə, yenə də deyirəm 058 7 7 7 7 7 7 7 dənə yarım milyona yaxın qiymətə satılıb. Yenə də deyirəm, müsəlman hər yerdə müsəlmandır. Mən elə bilirdim, elə bizdədir bu xəstə adamlar. Adam var, yeməyə çörək tapmır. Deyir ki, yox, mən ölsəm də qalsam da məhz 211. Deyirəm, 211'ə aldın, telefonuna qoydun da, istifadə etdin, həyatında nə dəyişəcək? Deyir ki, niyə insanlar görsün? Deyirəm ki, sən nazir deyilsən, millət vəkili deyilsən, məmur deyilsən, kimə zəng vuracaqsan, anava zəng vuracaqsan, atla. Bir də ki, nə bilim, qızları yoldan çıxardanda bir iki qıza zəng vuracaqsan da. Budur da, budur.